Salam uşaqlar, biz bugünkü dərsimizdə sizlərlə HTML-də media fayllarının yerləşdirilməsi haqqında danışacağıq. Yəni, imagelerin, videoların, audilərin bunların HTML-də yerləşdirilməsi haqqında danışacağıq bugün ətraflı. İlk öncə başlamazdan və browser üzərində belə bir dənə şəkil var və bu şəkili biz HTML faylımıza yerləşdirməyə çalışaq və browser üzərindən baxaq. Visual Studio'ya daxil olaraq HTML 5-imizi yaradaq, title'ımızın içinə bir dənə media yazaq. İlk öncə şəkillərimizdən başlayaq. Şəkil fayllarımız necə yerləşir, onlar haqqında danışaq. Burada bir dənə image tagi yaradıram. Və bu image tagi gördüyünüz kimi avtomatik olaraq içində 2 dənə atribut gətirir mənim üçün. Source və alt atributu. Alternativ deməkdir, alternativ söz. Bunu silirəm. Bunun haqqında birazdan danışacağıq. Hələ ki gözümüzü yormasın. Source atributu sizin image'inizin mənbəyini göstərmək üçün istifadə olunur. Yəni bu image hardan gəlir? İnternet üzərindən gətirirsənsə ya da kompüter yükləmisənsə, yəni hansı papkanın içindən götürərsən, onun ünvanını sizdən istəyir. Məsəl üçün, bu şəklimizi yerləşdirəcəksə, bunun bizə ünvanı lazımdır. Sağ kliklərim üzərində copy image adres, yəni image adresini kopyala deyir. Kopyalayıram və gətirək bunu source'umuzun içinə yazaq. Buraya yazırıq və bunu bir dənə browser üzərindən yoxlayaq. Open with live server. Bəli, və gördüyünüz kimi səhifəmiz açıldı. Şəklimiz də buradadır. Bəs mən hər zaman belə mi etməliyəm? Yəni, şəklin üzərində sağ klikləyib, onun adresini kopyalayıb internet üzərindən mi gətirməliyəm? Xeyr, siz şəkillərinizi kompüter üzərində yükləyib, məsəl üçün, mən həmin şəkli buraya yükləmişəm, onu da yerləşdirə bilərsiniz. İndi isə onun haqqında da danışacağıq. Bu internet ünvanı üzərindən yazdığımızı silək. İndi isə kompüter yüklədiyimiz şəkillərin, media fayllarının yerləşdirilməsinə danışaq ki, bəs o necə edilir? Əgər mənim HTML faylımla şəkil faylı isə bir qovluq içərisində, ikisi də çöldədirlərsə, yəni başqa bir qovluğun içərisində deyillərsə, yəni şəkillər başqa bir qovluq, dərs fayllarınız başqa bir qovluğun içərisində deyillərsə, bu zaman sadəcə şəklin adını yazmanız kifayətdir. Şəklin adı 1 nöqtə, sonra isə tipi. Tipi nədir? Onun haqqında danışaq. Tipi, yəni sizin faylınızın tipini bildirir. Bu necə öyrənə bilərsiniz desəz, gəlirsiniz bura, faylın, yəni şəklin üzərində sağ klikləyirəm. Aşağıda sizə yaxın parametrlər olacaq. Xüsusiyyətlərə girirsiniz. Burada yazdı, faylın tipi JPG. Yəni bu JPG faylıdır. Bundan başqa şəklinin sizin JPG də ola bilər. Arxa fonu olmayan şəkillər. JPG faylı deyə mən də bura şəklimin adı və .jpg yazıram. İndi isə buna bir browser üzərindən baxaq. Bəli. Göründüyü kimi yenə şəklimiz buradadır. İndi isə bəs əgər mən belə eləmək istəmirəmsə, yəni biraz səliqəli işləmək istəyirəm və şəkillərin bir qovluqda, səs faylların bir qovluqda, video faylların bir qovluqda olmasını istəyirəmsə, bu zaman nə edirsiniz? Məsəl üçün, yeni bir dənə qovluq yaradaq, adını qoyaq şəkillər və bu şəkil faylımızda şəklimizi ataq həmin şəkillər papkasının içərinə. Vizual daxil oldu, avtomatik burada şəkillər papkasını görürsünüz. Şəkillərdir, içərisində bir dənə bir JPG-dir və bundan çöldə digər dərs HTML faylımdır. Bu zaman nə edirsiniz? Avtomatik olaraq bir dənə buna browser üzərində baxsaq, bu vəziyyətə. Burada görürsünüz ki, belə bir dənə işarə gəlibdir. Bu nə deməkdir? Bu sizin faylınızın yolunun düzgün olmadığını bildirir. Yəni, bu şəkli yolunu yazmışsınız və bu düzgün deyil. Şəklinizdə açılmır. Bu işarə yəni onu bildirir. Həqiqətən də faylımızın yolu düzgün deyil. Çünki birbaşa içində deyil o şəkil. Başqa papkanın içindədir. Bu zaman nə edirsiniz? Şəklin qarşısında şəkillər papkasını qeyd edirsiniz. Yəni, şəkillər papkasının içindəki bir .jpg. Tamam, buna baxaq browser üzərindən. Bəli. Gördüyünüz kimi şəklimizə düzgün müraciət eləyə bildik. Yəni, burada bu o deməkdir ki, gəlin buradan göstərim. Silah şəkillər, yəni şəkillər papkasına daxil olsun. Oradan da ki, bir .jpg-ni götürsün. Bu o deməkdir. Tamam. İndi isə keçək image-in, mən başda yadınızdasa 2 dənə atributunu silmişdim. Onlar haqqında danışaq. Biri title atributdur. Title atributu haqqında danışaq. Məsəl üçün, bu sağ şəklidir. Buraya yazaq ki, watch. Browser üzərindən də baxaq ki, nə dəyişikliyimiz oldu. Görünüş baxın, heç bir dəyişiklik yoxdur. Şəklin amma üzərinə gəldikdə kursorun sağ aşağı küncündə watch yazılır. Yəni, bu sizin şəklinizin nə şəkli olduğunu bildirir. Məsəl üçün, burada bir insan şəkli olsaydı, siz title içərisində onun adını yazırsınız və bizim kimi Google şəkilləri bu atributa görə tanıyır. Yəni, bu SEO cəhətdən önəmlidir.
Çünki bildiğiniz kimi süni intellekt də var. Yəni o şəkilləri, insanın şəkillərini üst cizgilərinə görə tanıyır. Amma siz avtomatik title içərisində bunu yazdıqda, hansı insana aiddir bu şəkil, onun adını orada qeyd etdikdə, avtomatik olaraq süni intellektdən əvvəl, yəni axtarış zamanı ilk öncə sizin title'ınızın içərisinə baxılır. Yəni burada nə yazmısınız? O insanın adını götürür, sonra isə ondan sonra süni intellekt işləməyə başlayır. Yəni şəkilləri insanlara görə axtarış zamanı title atributundan istifadə olunur. Ona görə də SEO cəhətdən önəmlidir. Yəqin siz Facebookda da görmüsünüz ki, tag zamanı, yəni kimsə tag elədikdə, yəni SEO cəhətdən onun üst cizgilərin adına görə də yəni bu proses yerinə yetirilir. İndi isə alt atributu haqqında danışaq. Görək alt atributu nədir, nə iş görür? Başda demişdik, alternativ deməkdir. Məsəl üçün, bir dənə əvvəlki vəziyyətimizə bir dənə qaytaraq. Bizim yadımızdansa, burada bizim faylımızın yolu səhv idi. Burada belə bir vəziyyət yaranmışdı ki, faylımızın yolu düzgün göstərilməmişdi. Bu atribut, alt atribut bu zaman istifadə olunur. Yəni, alternativ deməkdir. Sənin şəklin açılmadıqda biz yəni istifadəçiyə nə göstərək? Onun üçün nələr tutulur. Məsəl üçün, yazıram ki, watch image, saat şəkli. Bura gəlirik, görürəm şəklim açılmayıb, amma şəklimin yanında belə bir alternativ söz var və buraya yazılıb ki, watch image, yəni alternativ alt atributu, şəkliniz açılmadığı zaman onun verəcəyi məlumat alt atributunun içərisinə yazılır. İmeclərimiz haqqında bu qədər. İndi isə keçək video fayllarımız haqqında danışaq ki, video fayllarımız necə yerləşdirilir. İlk öncə bir dənə video tagimizi açırıq. Bunun SLC-si də var. Buna ehtiyac yoxdur. Onu source-dan yazacağıq. Keçək bura. Source, mənbə SLC gördüyünüz kimi burada da var. Amma imeclərdən fərqli olaraq video taginin birbaşa içində source tagi açılır və onun içərisində yazılır fayllarımız. Məsəl üçün, mənim burada bir dənə onsuz faylım var. Video faylım. Adı da video.mp4 fayl tipi. Video.mp4 yazıram. Type yerinə isə nə yazmalıyam desəz, bura video silah işarəsi mp4 yazdı ki, yəni bunun tipi mp4'dür. Yəni deməli təsadüfən adlar üst-üstə düşüb, əslində bu o ad deyil. Yəni bu həmişə standart belə qalır video və slash tipi nədirsə onu burada qeyd edirsiniz. Bu isə mənim verdiyim video adıdır. İndi isə gəlin buna browser üzərindən bir dənə baxaq. Və gördüyünüz kimi yerləşdirdiyim video gəldi bura, amma oynamır, altında heç nə yoxdur. Sanki şəklə oxşuyur. Niyə belədir? Bunun üçün gəlin digər atributları öyrəndikcə görünüşümüz dəyişəcək. Controls atributu var. Bu nədir? Burada bunu yerləşdirən zaman burada başlatmaq düyməsi gəlir. Sonra istədiyiniz video dəqiqələrinə keçid edə bilərsiniz. Səsi azaldıb, səsi bir kəsib, təzədən aça bilərsiniz. Buradan videonu yükləyə bilərsiniz. Başqa bir kiçik pəncərədə aça bilərsiniz. Tam ekran eləyə bilərsiniz. Kontrol bu işi görür. Yəni, kontrol olmadıqda sanki sizin videonuz bir şəkilmiş kimi yerləşir ora. Bundan əlavə muted atributu var. Başlayan kimi ilk öncə videonun səsini özü kəsir. Yəni, sonradan klikləyib bunu aça bilərsiniz. Amma mute yazdıqda avtomatik olaraq kəsir. Digər bir atribut var. Autoplay atributu. Səhifə açılan kimi avtomatik olaraq videonuzu oynatmağa başlayır. Yəni, bu olmadıqda vəziyyət belə idi. Gələk mən ora keçəndən sonra təzədən videonu bir də özüm başladım. Autoplay isə sizin səhifəniz açılan kimi avtomatik olaraq videonuzu oynatmağa başlayır. Video tagləri haqqında da bu qədər. İndi isə keçək səs fayllarımız haqqında danışaq. Əslində səs fayllarımız da bunun kimidir. Gəlin elə burasını silib dəyişək. Autoplayimizi də silək, kontrolumuzu da silək. Tamam. Keçək, source'umuzu yaradaq. Source SLC. Burada adı səs.mp3. Səs.mp3. Yəni, bu faylın tipindəki bayaq şəkillərin üzərində göstərmişdik. Xüsusiyyətlərə daxil olub oradan öyrənə bilərsiniz. Faylimizin tipinə gəldikdə isə audio silah işarəsi page. Yəni, sizin əksər fayllarında bu tip olur. Çox nadir hallarda bəzilərində OGG yazılır. Tamam. Buna bir dənə browser üzərindən baxaq. Göründüyü kimi səs faylım görsənmir. Niyə? Çünki bunun videosunun kontrollisi yoxdur. Ben burada aslında audio tagi yaratmalıydım.
Tamam, audio tagimizi yaradaq. Tamam, indi isə video tagimizi silə, keçək indi isə səs fayllarımız haqqında. Audio tagimizi yaradırıq. Gördüyünüz kimi, bu da video tagi kimi yaranır. İçində source gətirir. Yenə bayaq kimi olduğu kimi buradan mən source SLC yazaraq yaradaq onu source SLC-mizi. Bir tərəfə içinə, məsələn, bayağı video faylı idi, videomun adını yazmışdım. İndi isə səs faylımın adını yazıram. Səs.mp3. Səs.mp3. Type-nə isə audio /işarəsi page, yəni type budur. Çox əksər hallarda type-ları page olur. Bəzən hallarda isə OCC, OC yazılır. O type-lardan istifadə olunur, amma onlar demək olar ki, çox azdır. Browser üzərində baxdıqda mənim faylım görsənmir. Niyə? Gəlirəm bura, adım səndə bir dənə Ctrl S verirəm. Və sonra baxıram ki, bəli, səs faylim buradadır və görsənməyə başladı. Əslində, bayaq videoda olduğu kimi idi. Videoda ilk başda şəkildən ibarət idi. Yəni, başlatmaq yeri yox idi, səsini azalda bilmirdim, tam ekran eləyə bilmirdim. Amma Ctrl S yazdıqdan sonra düzəldi. Bu da o tipdir. Əslində, bunda da ki, görsənmir, Ctrl S yazdıqdan sonra görsənir. Çünki səs ancaq demək olar ki, Ctrl S-lərdən ibarətdir. Yəni, başlada bilərsiniz, dəqiqəyə keçib eləyə bilərsiniz, səsini artırıb azalda bilərsiniz. Yəni, bu video kimi bir səsini kəsib şəkil kimi ekranda dayanmaq olmur deyə avtomatik Ctrl S olmadıqda səs faylı görsənmir. Səs faylında bayaq video tagimizdə olduğu kimi muted atributu var. Başlayan kimi səsi kəsir. Autoplay atributu da burada var. Başlayan kimi videonun səsini oynatmaqda kömək edir sizlərə. Bundan başqa isə səs fayllarımız haqqında bu qədər. Bir də danışaq, adi fayllarımızdan sonra da danışaq, iframe'lərimiz haqqında danışaq. Bəzi şeylər var ki, onları bu taglər, yəni bunlar vasitəsilə yerləşdirə bilməzsiniz. Məsəl üçün, bir xəritə yerləşdirmək istəyirsiniz saytınızda, bir location olaraq bilinsin, harda yerləşir. Bu necə edirik? Bunlar üçün iframe taglərinə ehtiyac var. Yəni, iframe'lər haqqında da danışaq. Məsəl üçün, daxil olaraq buradan Google Maps-ə keçid eləyək. Google Maps saytından bir dənə ünvan götürək. Məsəl üçün, bura keçək, yazaq. Baku, ümumi bir yer götürəcəm. Çox da belə xırda bir xəritə götürməyəcəm. Buradan share bölməsinə keçirik. Paylaş. Buradan ki, bu linkə yox, sadəcə embed map tərəfinə klikləyirsiniz və burada iframe-i görürsünüz. iframe-də və onun içərisində ki, SLC source-u var. Bu obisi fayl mediaları yerləşdirmək üçün olan taglərimiz olduğu üçün bunda bir source-u var. Və burada copy HTML var. Copy HTML ilə klikləyib bunun kodunu buradan kopyalayırsınız və gəlirəm bura, yapışdırıram. Görürsünüz ki, biraz source-u uzundur. Məsəl üçün, burada bir yerdə enter buraxırılma verək. Tamam. Gördüyünüz kimi, iframe belədir. İndi keçək buna browser üzərindən bir dənə baxaq. Bəli. Gördüyünüz kimi, xəritəmiz gəldi və bura düşdü. Hətta içində belə gəzməkdə olur. Əl işarəsinə yaxınlaşdırıb uzaqlaşmaq. Və xəritə iframe vasitəsilə yerləşdirir uşaqlar. Bunun isə bəzi əsas atributlar haqqında danışaq. Sonrası heç olmazsa xəritəmiz görsənməz. Və bunu siz CSS-siz, məsəl üçün, ona viz və height tənzimləyə bilərsiniz. Məsəl üçün, mən vizini verirəm 1000, heightini də verək 650 məsəl üçün. Keçib baxsaz, yəni viz height atributunu istifadə edərək ölçülərini görürsünüz ki, böyüdü, vizi böyüdü, height'i artdı. Yəni bu içindəki viz və height atributlarından istifadə edərək ölçülərini dəyişə bilərsiniz. Bu digər tək iframe-də yox, digər media fayllarımızda ki, viz və height atributlarını istifadə edərək dəyişə bilərsiniz. Tamam. Bir də iframe vasitəsilə başqa nə edə bilərik, onun haqqında danışaq. Xəritəmizi silək buradan. YouTube üzərindən bir dənə video göstərək. Bir dənə video tapaq və onun da yerləşdirilməsini göstərək uşaqlar. Buradan bunu da silək. YouTube üzərindən belə bir dənə video klikləyək. Tamam, belə bir dənə musiqi videosudur və bunu iframe vasitəsilə yerləşdirməyə çalışaq. Videonun üzərində sağ klikləyirsiniz və burada kənar proqramdan istifadə kodunu köçür. Artıq siz bura kliklədikdən sonra bu videonun iframe ünvanını götürmüş olursunuz. Yəni, bayaqçı xəritəyə kimi gəlirəm bura və Ctrl-V eləyib götürdüyüm iframe ünvanını bura yapışdırırsınız uşaqlar. Ctrl-C və Ctrl-V. Onsuz qısa yollar haqqında da danışacağıq. Amma iframe ünvanını kopyaladıqdan sonra Ctrl-V eləyərək gətirib bura
yapışdıra bilərsiniz. Tamam. Bunun da üzərində bayaq xəttdə olduğu kimi viz atributu gəlibdir, height atributu gəlibdir. Bunlar da oynadaraq, artıraraq dəyişə bilərsiniz. Source onsuz vacib atributu title'dakı videonun title hissəsi, yəni içində yazılıbsa videonun nə iş gördüyünü bildirir. Keçək browser üzərindən bir dənə buna baxaq. Bəli, gördüyünüz kimi YouTube'dakı video saytımın müəyyən bir hissəsindədir və YouTube'dakı kimi kontrolləri də var. Basıram. Video hərəkətə başlayır. Dəqiqədən keçə bilərsiniz. Səs tənzimləmələri, keyfiyyət və tam ekran tənzimləmələri. Və beləliklə də siz iframe vasitəsilə YouTube'dan video yerləşdirməyə də öyrəndiniz uşaqlar. Yəni, bugünkü dərsimizdə demək olar ki, HTML-də olacaq bütün tip faylların və media faylların yerləşdirilməsi, xəritənin yerləşdirilməsi, bir də YouTube'dan video yerləşdirilməsi haqqında tam ətraflı məlumat aldınız. Bugünkü dərsimizdə bu qədər uşaqlar.